2023-cü il may ayının 16-sı gecə saat 11 radələrində Bakının Qasımzadə küçəsi 72 ünvanında yerləşən evinin qarşısında əslən İrandan olan iş adamı Mirəli Haqzadə naməlum şəxs tərəfindən hücuma məruz qalır. Bıçaqla üzündən, bədəninin müxtəlif nahiyələrindən yaralar alan Haqzadə qışqıraraq qonşuları köməyə çağırdığından naməlum şəxs qaçır. Yaralı isə xəstəxanaya çatdırılır. Hadisə yerinə və xəstəxanaya polislər gəlir, ilkin araşdırmalar başlanır. Yaralıya baxış keçirən həkimlər onun üz və bədən nahiyəsində nə az, nə də çox, düz 29 kəsilmiş, deşilmiş bıçaq yarası aşkar edirlər. Ancaq maraqlı idi ki, bu yaraların birindən savayı heç biri həyat üçün ciddi təhlükə törədən həddə deyildi. Buna baxmayaraq, bütün hallarda insan bədənidir. Ciddi qan itirməyə məruz qalan Haqzadənin vəziyyəti o qədər də qənaətbəxş olmasa da, həkimlər onun həyatını xilas eləyə bilirlər. 2 gün sonra xəstə palataya köçürülür, istintaq orqanı tərəfindən qapıda polis mühafizəsi təşkil olunur. Digər, mayın 16-sında hücuma məruz qalan, həkimlərin həyatını xilas elədiyi, sağalmağa doğru gedən Mirəli Haqzadə mayın 18-də yatdığı xəstəxanada qəfil dünyasını dəyişir. Vəziyyəti qənaətbəxş hesab olunan xəstənin birdən-birə ölməsi hamını təəccübləndirir. Axı, sağalmağa doğru gedən xəstə niyə birdən-birə dünyasını dəyişsin? On 15-ci əsrdə yaşamış Valentino Hersoqu Sezar Borgia'nın imkanlı və gizli düşmənlərini aradan götürmək üçün müraciət elədiyi ən sevimli qətl üsulu açar və ya əlcək üsulu idi. Onun öldürmək istədiyi adama təqdim elədiyi açarın üstündə xırdaca bir iti uclu çıxıntı olurdu. Güya ustanın diqqətsizliyidir. Gələn qonaqdan sürpriz olaraq həmin açarla müəyyən bir qapını açmaq xahiş olunurdu. Bu zaman zəhərli iynə barmağa batır və 2-3 gündən sonra həmin adam ölürdü. Sezarın əlcəyində də belə bir iynə olduğundan öldürülməsi lazım olan adamın əlini, necə deyərlər, dırnaqarası dostcasına bərk-bərk sıxmaq kifayət eləyirdi. Ümumiyyətlə, düşmənlərin, rəqiblərin yaxud ölümə məhkum olunmuş cinayətkarların bu cür zəhərlənmə yaxud xüsusi dərman doldurulmuş iynə ilə öldürülməsi qədimdən üzü bəri, elə indinin özündə də çox geniş yayılmış metoddur. Məsələn, ölümə məhkum edilmiş Sokrat zəhərlənərək öldürülmüşdü. Bizim istintaqda da belə bir hadisə baş verəcək. Diqqətiniz bizdə olsun. Beləliklə, yaralı Haqzadə sağalmaq əvəzinə qəfil ölür. Mətbuat Mirəli Haqzadənin qan itirməsindən həyatını dəyişməsi haqqında məlumatlar yayır. Həkim səhvi istisna olunur. Tibb əlindən gələni eləmişdi. Meyit ekspertizaya verilir. Ekspertizanın rəyi hamını şoka salır. Bədəni dəli-deşik olunmuş Haqzadənin qanında Stirofantin K dərmanı aşkar olunur. Ekspertiza zamanı o da aşkar olunur ki, dərman Mirəli Haqzadənin bədəninə qoluna taxılmış kateter vasitəsilə yeridilib. İstintaqçılar ilk olaraq həmin gecə dostuna qulluq eləmək üçün Mirəlinin yanında qalan iş ortağı Aydın Rüstəmovu dindirirlər. Təcrübəli istintaqçıları aldatmaq mümkün olmur. Aydın hər şeyi etiraf eləmək qərarına gəlir. Deyirlər, gedənin dalınca ya danışma, ya da yaxşı şeylər danış. Ancaq bu istintaqda burada hər şeyi danışmaq zorundayıq. Ona görə də Aydın Rüstəmovun dilindən əvvəlcə gəlin Mirəli Haqzadə ilə onun dostluq sonradan narazılığa
deyir ki, iş ortağı tərcümə halında və şəxsiyyətini təsdiq edən sənədlərdə xeyli saxtalaşdırmalar eləyib. İş ortağının dediyinə görə əslində bu adam Haqzadə Mirəli Vəkilağa yox, Haqzadə Bayraməli Vəkiloğludur. 1976-cı ildə İranda doğulsa da sonradan sənədində təvəllüdünü 1967-ci il yazdırıb. Ailəsi ilə birlikdə 1988-ci ildə Azərbaycana köçmüşdülər. Çox diribaş, dilli, münasibəti ilə hamını ələ almağı, qəlbinə girməyi bacaran adam idi. Bakıda yüksək vəzifəli şəxsin adından istifadə edib kiçik bir obyektə ələ keçirmişdi. Sonradan bu obyekti bir yerdə genişləndirdik. Mirəli nə Kiril, nə də Latın əlifbasında yazıb oxumağı bacarmadığı üçün ona kömək edirdim. Obyektləri bir yerdə icarəyə vermişdik. Amma mənim zəhmətimin əvəzini vermirdi. Ziyarətində olanda Mirəlinin yaxın qohumlarından biri ona əxlaqsız hərəkətlərinə son qoyması ilə bağlı məsciddə tövbə etdirmişdi. Amma Mirəli yenə də tövbəyə məhəl qoymur, öz əməllərini davam etdirirdi. Mirəli həyat yoldaşı Aytəndən də ayrılmışdı. Öz var-dövlətini həmin qadından olan 2 övladına verilməsi üçün rəsmi vəsiyyətnamə vermişdi. Məni işlədib heç nə verməməsindən, əxlaqsızlıqlarından cana doymuşdum. Buna görə də onu öldürmək qərarına gəldim. Biznes ortaqlığımız olub, aramızda müəyyən qədər narahatçılıq yaranmışdı. Sonradan biz onunla o işbirliyi qurduğumuz dövrdən sonra aramızda qalan bu inciklik nəhayət ki, məni vadar elədi ki, mən bu işdə ona qarşı kilimi qüdrətimi göstərim. Aydın Rüstəmovun mərhum dostu ilə bağlı verdiyi ifadəyə sonra qayıdarıq. Hələlik istintaqımız Mirəlini yaşadığı binanın qarşısında bıçaqlamış naməlum şəxsin axtarışları ilə bağlı davam edir. 2013-cü il yanvar ayında onun mobil telefonuna zəng gəlir. Bir nəfər görüşmək istədiyini deyir. Aydın Rüstəmov onunla tanış çıxır. Bu adam əslən Ermənistandan olan Mürsəl kişinin oğlu Şahvələd imiş. Beləliklə keçirilən əməliyyat axtarış tədbirlərinin nəticəsində 2013-cü il may ayının 16-sında gecə saat 11 radələrində Mirəli Haqzadəni bıçaqlayan şəxsin kimliyi istintaqda məlum olur. Bu adam Aydın Rüstəmovun yerlisi, əslən Ermənistanın Basarkeçər rayonunda anadan olmuş, onun uşaqlıq dostu Şahvələd İmanov idi. Beləliklə, Mirəlinin bıçaqlanmasının icraçısı əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Şahvələd İmanovun axtarışına başlanılır. Hadisədən sonra Şahvələd İmanov yaşadığı Göygöl rayonuna qaçsa da çox keçmir həbs olunur. Axtarış zamanı onun evində TT markalı tapanca və 16 ədəd patron aşkar edilir. İlkin dindirilmə zamanı bıçaqlanmanın sifarişçisinin Aydın Rüstəmov olduğu müəyyənləşir. Aydın Rüstəmov Şahvələdə əvvəlcə Mirəli Haqzadənin özünü, sonra da yaşadığı Qasımzadə küçəsindəki 72 sayılı mənzilini göstərib. Şahvələd mənə Mirəli ilə danışacağını, lazım olarsa onu öldürəcəyini dedi. Bu işə görə $70.000 istədi. Razılaşdıq. Amma Şahvələdin Mirəlini öldürmək cəhdləri bir neçə dəfə boşa çıxdı. Əlaqə qurduğum, tanıdığım Şahvələdlə danışmışam və Şahvələd bu işdə mənə kömək edəcəyini deyib. Mən həmin dövrdə onun yaşadığı ünvanı göstərmişəm. Şahvələd İmanov da həmin vaxtdan onun yaşadığı evin qarşısında müşahidə apararaq gözləyib. Bu xidmətinin müqabilində Aydın həmyerlisinə $70.000 verəcəyini deyib. Mən Mirəlinin dalınca düşüb onu izləməyə başlamışdım. Məhlədə onu güddüm biraz. Ayın 16-sı Pradosunun həyətə girəndə binanın qabağına çatanda onun üstünə hücum elədi. Açıq onu öldürmək fikrim yox idi, qorxudub biraz cəzalandırmaq istəyirdi. Binanın qabağında ona yaxınlaşdım. Bədəninə çox sayıda zərbələr vurdum. Qışqırıb qağı salıb köməyə adam çağırdığı üçün mən də məcbur olub qaçdım, aradan çıxdım. Açıq öldürmək fikrim olsaydı, boş deyildim, tapancam var idi. Elə yerindəcə güllələyərdim də onu.
Podyezdin qabağında gəldi, maşından düşdü. Sifətini yazdım da. Sayını bilmirəm, 2 dəqiqə. 11-12 radələrində mənim mobil telefonuma zəng gəlmiş, xəstəxanadan Mirəlinin vurulması haqqında xəbər deyilmiş və həmin momentdən bir az sonra da şofer mənə zəng vurmuş və həmin hadisəni törətdiyini bildirmişdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Aytən Hüseynova da xəstəxanada uşaqlarının atasının vəziyyətinin yaxşı olduğunu deyir. Mirəli məndən boşansa da bizimlə mehriban idi, evə gəlib gedirdi, uşaqlara mənə yaxşı münasibət göstərirdi. Hətta bizə maşın almışdı, sürücüdə vermişdi. Amma heç kəsə də hiss elətdirməmişdi boşandığımızı. Yəni, nə uşaqlar, nə qonşular bilmirdilər ki, biz boşanmışıq. Aydınla da ticarət mərkəzini bir yerdə işlədirdilər. Çox yaxın idilər onlar bir yerdə. Mayın 16-sı günü biz Mirəlinin bıçaqlanması xəbərini eşitdik. Xəbəri alan kimi də uşaqlarla birlikdə xəstəxanaya getdik. Mirəli bizi görəndə çox sevindi, tezliklə sağalacağını bildirdi. Amma təəssüf ki, ertəsi günü biz onun ölüm xəbərini eşitdik. Mirəlinin ölmədiyini biləndə Aydın Rüstəmov qərara gəlir ki, bu işi özü başa çatdırmalıdır. O əvvəlcə özlərinə məxsus aptekə gedib, oradan Strafantin K preparatını götürür. Sonra da xəstəxanaya gəlib polis nəzarəti altında müalicə alan Mirəliyə qulluq eləmək adı ilə onun palatasında gecəlir. Əvvəldən dedik, amma bir daha təkrar eləməkdə fayda var. Ölən haqda ya yaxşı danışmalısan, ya da susmalısan. Amma deməliyik ki, qədim Yunan siyasətçisi və şairi Spartalı Xiyona məxsus olan bu fikir əslində belə səslənir. Ölən haqqında ya doğru danış, ya da həqiqətdən başqa heç nə danışma. Mirəli Haqzadə haqda danışılanlardan nəyin yaxşı, nəyin doğru olduğunu deyə bilmərik. Amma mətbuatı vərəqlədik və qarşımıza belə bir mənzərə çıxdı. Bakı Ağır Cinayətlər Məhkəməsində biznes şərikinin qətlinin sifariş verməkdə təqsirləndirilən Aydın Rüstəmovun məhkəmə prosesi başa çatıb. Aydın Rüstəmovla birlikdə məhkəmə qarşısına qətlin icraçısı Şahvələt İmanov da çıxarılıb. Hadisə 2013-cü ilin may ayının 16 saat 23 radələrində baş verib. İş adamı Mirəli Haqzadə yaşadığı binanın qarşısında tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs ona yaxınlaşaraq əlindəki bıçaqla çoxsaylı zərbələr endirməyə başlayıb. Haqzadə qışqıranda qonşuların yığışacağından ehtiyat edən qatil hadisə yerindən qaçıb. Bakıda amansızlıqla qətlə yetirilən şirkət rəhbərinin sifarişçisi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. Hüquq mühafizə orqanlarındakı mənbənin məlumatına görə, bir neçə gün əvvəl öldürülən Şəms MMC-nin rəhbəri Mirəli Haqzadə onun qətlini sifariş verən keçmiş biznes ortağı Aydın Rüstəmovun qohumunu zorlayıbmış. Məlumata görə, Mirəli Haqzadə Bakı şəhərində bir neçə belə zorakılıq hadisələri törədib. Onun barəsində zorlama maddəsi ilə cinayət işi olub. Hətta onun təcavüzünə məruz qalan qızlardan birinin intihar elədiyi də bildirilir. Qətlindən əvvəl Haqzadə tanışlarının yanında deyibmiş ki, bu əməllərinin üstündə bir gün onu öldürəcəklər. İstintaq zamanı Şahvələt İmanova iş adamının öldürülməsi sifarişinin Bakı şəhər sakini Aydın Rüstəmovun verdiyi müəyyən edilib. Mirəli Haqzadənin öldürülməsini tanışı Aydın Rüstəmov sifariş verib. Aydın Rüstəmov iş ortağı olan Mirəli Haqzadənin onun yaxın qohumu olan qadınla zorla cinsi əlaqədə olmasını öyrənib.
Bundan sonra araşdırmalar aparan Aydın Rüstəmov daha dəhşətli faktlarla qarşılaşıb və Mirəli Həqzadəni rüsvay eləmək qərarına gəlib. O, tanışı Şahvələt İmanova küllü miqdarda pul verəcəyini deyib və tapşırıb ki, Mirəli Həqzadəni insan içinə çıxa bilməyəcək formada rüsvay eləsin. Mirəli Həqzadə barəsində Xətai rayonunun hüquq mühafizə orqanları tərəfindən bir neçə il əvvəl cinayət işi başlanıb. Səbəb isə Mirəli Həqzadənin özünə məxsus və icarəyə verdiyi gözəllik salonunda işləyən qadını zorlaması olub. Bildirilir ki, həyat yoldaşı xaricdə olan qadına iş verən Mirəli Həqzadə daha sonra ona təcavüz eləmək istəyib və bu çirkin əməlini həyata keçirib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq icrası olub. Məhkəmə baxışı yanvarın 27-sinə təyin olunub. Mirəli Həqzadənin şeir yazmaq qabiliyyəti də olub. Bakıda törədilmiş sifarişli qətl hadisəsi ilə bağlı inanılmaz məqamlar ortaya çıxıb. Ədalət Azın Lentaza istinadən verdiyi məlumata görə qətlə yetirilmiş paytaxt sakini 1976-cı il təvəllüdlü Həqzadə Mirəli Vəkilağoğlu həm də şair imiş. Onun öldürülməsinin səbəb isə seksual manyaklıq olub. Mətbuatı izlədikdən sonra keçək birinci cəhdi boşa çıxan Aydın Rüstəmovun Mirəli Haqzadəni palatada öldürməsinə. Mayın 17-sindən 18-nə keçən gecə qəti qərara gəldim ki, nəyin bahasına olursa olsun, Mirəlini şəxsən özüm məhv etməliyəm. Xəstəxanaya gəldim. Mirəlinin yatdığı palataya qalxdım. Oradakı polis işçisi tualetə keçən kimi şprisi çıxarıb Mirəlinin venasına birləşdirilmiş katetra yeritdim. Sonra kənara çəkilib kresloda oturdum. Təxminən 40 dəqiqə sonra Mirəli öldüm deyib qışqırdı. Səsə tibb bacısı gəldi. Təzyiqi düşdüyü üçün onu reanimasiyaya apardılar. Sonra sağ öldüyünü eşitdim. Bir moment yarandı ki, polisiye ayak yoluna girdiğini. Burada ayak yolu var, otağı var. Polis gitti bu Ayak yolu. Neçə müddət qaldı orada? Bukvalde bir dəqiqə çəkməzdi. Polis dəqiqə ərzində çəkməzdi. O dəqiqə ərzində sən neynədin? Minəni yerildi, onu benim özü qət edilməz. Axıra qədər boşa. Axıra qədər də boşa. Mirəli öldükdən sonra Aydın Rüstəm və polislə birlikdə meyidi morqa təhvil verir. Mayın 18-də isə Şahvələdlə görüşüb ona vəd etdiyi 70 min əvəzinə 40 min dollar verərək deyir, Mirəlini sən öldürmədin, məcbur olub mən özüm öldürdüm. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Soltan Osmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Mirəli Haqzadəni bıçaqlayan şəxs elan edilmiş ittihamla təqsirli bilinən Şahvələt İmanovun məhkəmə 12 il müddətinə azadlıqdan məhrum edir. Mirəlinin əvvəlcə dostuna, sonrası düşməninə çevrilən Aydın Rüstəmov isə ekspertlər tibbi müayinədən keçirərək müəyyən edirlər ki, o ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Ekspert rəyini əsas tutan məhkəmə Aydın Rüstəmov barəsində cinayət işi üzrə icraatı o sağalanadək dayandırır və məcburi müalicə